Birinci deyir ki, qövs 60 dərəcədir. Hı -hı. Ə, Yəni bura 60 qövsü dərəcə. 60 dərəcə. Qövsü 60 dərəcədirsə, onda qabaqdakı, yəni qabaq tərəfdəki dərəcəsi də 60 dərəcə olacaq da. Yəni mərkəzi bucaq. Aha. Sonra Kəsbəcək. Və sonra da ki, bu bərabər tərəfli bucaqdırsa, onda bir dənəsi 60 dərəcə olacaq, o birisləri də 60 dərəcə olacaq da. bərabər tərəfli birinci bucaq düzgündür, bucaq deyil. Bərabər tərəfli üç bucaqdır. Onu da necə alırıq İsaxan? Bu təpə bucaq 60-dırsa, bunlar radius olduğundan bərabərdir. Ay sağ ol. Bəli, bəli. Və 3 dənə 60 görürsənsə, bu necə üç bucaq sayılır? Bərabər Tərəfli. yox. Bərabər tərəfli. Sən sözləri düzgün tapa bilmirsən. Bəli, 3 dənə bucaq bərabərdirsə, İsaxan, deməli bu 3 bucaq bərabər tərəfli 3 bucaqdır. Və sənə görə ki, o birisi tərəfdə 7 olacaq. bəli, bəli, 2 tərəfim verilibsə 7, onda 3-cü tərəfim də olur 7 Y variantı. Bəli, davam eləyək.